Yaxşı. Başlayaq. Demək, biz yadınızdadırsa şərti keçəndə orada belə bir söz dedik. Dedik ki, məsələn, yəni bildiyimiz şərt cümləsindən, yəni həyatdan nümunə ilə də belə bir şey dedik. Əgər e, yağış yağırsa, e, mən evdən çıxmıram, məsələn. Bunun bir də əks salı var idi. Biz bunu ifa et misalda demişdik. Orada göstərmişdik. İndi burada while üzərindən gedəcək. Yəni bir deyirəm əgər, bir də deyirəm ki, nə qədər ki. Təqribən eyni anlama gəlir hardasa. Yəni həyat üçün bunu nümunə olaraq desəm, deyirəm ki, nə qədər ki e, yağış dayanmayıb, mən evdən çıxmıram. Yəni bunu belə də işlədə bilirəm. Nəyi demək istəyirəm? While bizdə ifadə eləyir şərti. Yəni while vasitəsilə mən şərti ifadə eləyəcəyəm və bu şərtə uyğun olaraq keçəcəyəm aşağıda, başlayacağım while-ın içində burada əmrləri yazmağa. Yəni müəyyən əmrlər yazacağım ki, tutaq ki, bu işi gör, bu işi gör, bu işi gör. Bu əmr dediyim nədirsə, bunlar əmr dediklərimiz daha çox belə deyim, sadəcə operatorla bağlı olmayacaq. Yəni mən burada sadəcə belə deyim, print deməyəcəm. Bununla yanaşı nə isə hesabla deyəcəyəm. Yəni əmr deyəndə onu nəzərdə tuturam ki, şərt doğru olduqca mən müəyyən əmrlər verəcəyim Pythona. Deyəcəm, filan şeyi hesabla, filan şeyi çap elə, filan deyək ki, siyahını müəyyən bir ardıcıllıqla düz və s. Bu əmrləri vermiş olacağım. İndi bir sadə nümunə göstərəcəyim burada sizə. Buradan başlayaq, yavaş-yavaş while-ı anlamağa çalışaq və yaxud da kim bilirsə ki, sizdə bilənlər var, bir qədər təkmilləşdirmiş olacaq. Elə bilirəm, necə olsun, ən azı bir şey bugün buradan öyrənəcək, yeni bir şey olacaq bizim üçün. While dedim, baxın, i bərabərdir 1, while i e, deyək kiçikdir, bərabərdir. Nə deyək? Məsələn, kiçikdir, bərabərdir 7-dirsə, kiçikdir, bərabərdir 7-dirsə, onda neyləsin? Print eləsin mənə, print eləsin mənə i-ni və düşsün, i-ni bir vahid artırsın. Yəni, burada deyirəm ki, i plus bərabərdir 1. Bunu belə də yaza bilərəm. Bildiyiniz kimi, bunu necə də yaza bilərəm? I bərabərdir, i plus 1 kimi də göstərə bilərəm. Yəni, anlayış olaraq, hesab olaraq bura gəlib çıxır. İndi mən bunu çalışdırsam buradan, baxın, aşağıda ardıcıl olaraq alt-alta 1-dən 7-yə qədər, 1-dən 7-yə qədər ədədlərin çapını gördüm. While ilə, məsəl üçün, mən sonsuz dövr də verə bilərəm. Sonsuz dövr verə bilərəm. Bunu necə eləyəcəm? Baxın. Belə bir şey eləyirəm. Deyirəm ki, əgər doğrudursa, əgər doğrudursa, çap et mənə. Yəqin ki, görürsünüz aşağıda yanmasından. Yəni, bu şəkildə davam edib gedəcək. Ümumiyyətlə, neynəməyəcək? Dayanmayacaq. Yəni, mən bunu saxlamasam özüm, bu neynəməyəcək? Dayanmayacaq. Bunu yəqin buradan seçə bilirsiniz də uşaqlar, baxın. Buradan. Yaxşı. Bu da oldu nə? Sonsuz dövr. Yəni mən while-la sonsuz dövr verə bilərəm. Burada nə dedim? Əgər doğrudursa,
Əgər doğrudursa, çap et, mən dayanmıram. Burada doğrudursa dediyim ifadə nədir? Yəni, bura nədir? Fikir verin, bayaq burada yuxarıda mən i bərabərdir 1 demişdim. İ-yə müəyyən qiymət vermişdim. O qiymətə uyğun olaraq bu while şərti ödəyirsə demişdim buranı çap eləsin. Amma bunun yuxarısında, bu while'in yuxarısında, bu hissədə, sətirdə, 5-ci sətirdə heç nə verməmişəm. Heç nə vermədiyim üçün deyirəm nə qədər ki doğrudursa, yəni mən bu halı doğru qəbul edirəm və deyirəm ki, onda nə? Çap elə, mən dayanmıram ifadəsini. Yaxşı. Növbəti while haqqında deyək ki, fikrimiz break və continue ilə bağlı olsun. Break və continue nə iş görür? Ona baxaq. Yadımızda saxlayırıq ki, break dövrü tamamilə dayandırır. Break dövrü tamamilə dayandırır. Yəni, nə demək istəyirəm? Məsələn, deyirəm ki, while, yenə bura true dedim. Əgər doğrudursa, yəni while-ı mən doğru kimi qəbul edirəm. Ona deyirəm ki, ad bərabərdir input. Məsəl üçün, bura nə deyim? Bura belə bir izah yazım. Ad yaz. Çıxmaq üçün ə, dayan de. Çıxmaq üçün dayan de. Mən burada bir səhifə yol verdim. Bilə-bilə. Görüm oranı kim tamamlayacaq sonra mənə. If deyirəm ki, ad eynidirsə nə ilə? Dayan ilə. Break ilə. Print. Deyim ki, məsələn, salam. Salam ad. Yaxşı. Mən burada bir səhifim var. Görüm o kim mənə deyəcək. Müəllim, ad yaz, çıxmaq üçündən sonra dırnağı bağlamayacaqdıq. Burada deyirsən dırnağı bağlayayım. Bu dayanda müəllim dırnaq Dayan. olmasaydı. Bəli. Yaxşı, burada dırnaq versən, baxın. Çalışdırım, yenə səhifim var. Yox müəllim, dayanda dırnaq olmasın. Dayanda dırnaq olmasın. Tıra işarəsi səhvdir. Bu dayanı oxuyum. Ad yaz, çıxmaq üçün dayan de. Ola bilərdi, belə yaza bilərdim. Yəni, tre işarəm burada səhv deyil. Nəyə görə səhv deyil? Çünki mən onu dırnaq içərisində vermişəm. Yəni, adi stringer yazıdır. Ona görə də bunu səhv qəbul eləməyəcək. Burada mənim gözlədiyim başqa bir şeydir. Burada çıxmaq üçün dayan de hissəsində mən gözləyirəm ki, siz bura mənə deyəsiniz ki, müəllim, bura bir dənə dırnaq qoy. Niyə? Çünki mən başlanğıc üçün və burada cüt dırnaqdan istifadə eləmişəm. Təkrarən burada cüt dırnaqdan istifadə edə bilmərəm. Mən bayaqki səhifim onunla bağlı idi.
İndi baxın, burada fikir verin yazıya. Ad yaz, çıxmaq üçün dayandı. Düzdür, təbii ki, burada mənim belə deyək də, Azərbaycan dilindən qrammatik səhvlərim falan var. Mən orada deyiləm. İstəyirəm ki, bu dayan sözü özü də burada gördüyünüz kimi dırnaq içində görsənsin, baxın. Onu da bu şəkildə dırnaqda verməliyim. Yəni, mən əgər buranı tək dırnaqla açıb, tək dırnaqla bağlamışamsa, onda buranı nə verə bilərəm? Heç nəsiz verəcəm, çünki iki dırnaq burada qoya bilmərəm. Amma burada iki dırnaqsa içəridə bunu tək dırnaqla verib, dırnaq içində görsənməsin, burada təmin edə bilərəm belə bu şəkildə. Onu gözləyirdim. Yəqin ki, mən fikrimi tam ifadə edə bilmədim. Siz də deyə bilmədiniz. Tamam. Müəllim, dayanıb bir dırnaqla verəndə alınmır da, sadəcə tək dırnaq olur. Niyə? Çünki bax, burada, bax, belə bir şey deyim. Demək, Barış, mən burada 3 dənə dırnaq versəm belə, gəlib bu 3 dırnağı burada bağlasam, mən bura 2 dırnaq verə bilərəm. Ver, 2 dırnaqla çıxdı bura. Niyə ki elə olur? Deyim, Barış, deyim. Demək, mən ifadəni neçə dırnaqla açmışamsa ondan bağlayıram. Bunun içərisində xüsusi stat kimin götürülmüş sözləri mətnin ümumilikdə özünü, yəni stringerin özünü neçə dırnaqla açıb bağlamışamsa, mütləq ondan ən azı bir say aşağı yazmalıyam. Ki o stat kimin görsənsin? Tamam. Yadındır. Bayaq, əgər siz fikir verirsə, mən gəldim, burada 2 dırnaq qoymuşdum. Burada da 2 dırnaq yazdım. Və sizə dedim ki, mən orada bir səhv elədim. Baxın, görün, mən nə səhv elədim. Siz ümumiyyətlə dırnağı çıxdınız, apardınız sona, o da yəni Python üçün belə deyək də çap üçün problem törətmirdi. Ekrana çıxadacaqdı. Amma Azərbaycan dilinin xüsusiyyətlərinə görə mən istəyirəm ki, bu dayan sözün hardasa stat kimi göstərim. Onda nəzərə almalıyam ki, neçə dırnaqla açıb bağlamışamsa, ümumi stringer ifadəni, ondan bir az, yəni bir say az dırnaqla hər hansı bir sözü, ifadəni stat olaraq göstərə bilərəm. Bura aydın oldu mu? Bəli. Yaxşı. Bəli. Tamam. Bunu çalışdırdıq bir də. Burada deyir ki, ad yaz, çıxmaq üçün dayandı. Qabağında fikir verirsiniz, kursor vurur. Mən bura deyək ki, ad olaraq yazıram, fərz eləyək. Həsən, nə yazdım? Həsən. Enter dedim. Yazdı nə? Salam Həsən. Amma baxın, davam eləyir. Yenə yazdı. Ad yaz, çıxmaq üçün dayandı. Yəni yazdım bura, fərz eləyək Fuad. Enter dedim. Yazdı salam Fuad. Ad yaz, çıxmaq üçün dayandı. Deyə bir daha davam eləyir. Yəni bu artıq belə deyək, nə zaman dayanacaq? O zaman dayanacaq ki, mən breakə hansı şərtə vermişəmsə, o şərt yerinə yetiriləndə dayanacaq. Məsəl üçün, burada yoxlayaq, dayan deyirəm. Dayanı necə yazacaqdım? Dırnaq içində. Eynidirsə. Dayanla düz yazıram axı. Baxın, dayan sözünü yazdım. Burada niyə dayan? Deyirəm, burada niyə dayanmadı? Burada ona görə dayanmadı ki, məsafə buraxdın. Eyni deyildi. Ona görə dayanmadı. Amma burada fikir verin, artıq dayandı. Yəni, bir də yazmır, ad yaz çıxmaq üçün dayandı. Növbəti dəfə çalışdırıram, baxın.
Demək, bura yazdıq, fərz eləyək, nə? Cavid. Yazdı salam Cavid. Bura yazdıq dayan. Məsələn, dayandı. Bir də qaldı bu işə düşməsi üçün mən gələk buradan buna run deyim. Və yaxud da klaviaturadan F5 deyim, çalışdırım. Aydın oldu mu? Yəni break dövrü şərtə uyğun olaraq mən hansı şərt üçün break demişəmsə, həmin dövrü tamamilə o şərt ödənəndə dayandırır. Bu şəkildə işləyir. İndi bir də bunun continue variantına baxaq. Yəni continue burada neyləmiş olacaq, onu görək. Continue, yəni bax break, baxın, break nədir? Bu şərt doğru olanda dövrü dayandırdı break. Bax bir də deyirəm, bu şərt doğru olanda dövrü dayandırdı. Ancaq continue bunun əksi bir işi görür. Yəni şərt doğru olanda keçir artıq həmin addımı addıyır, yəni şərt doğru olan vəziyyəti, addımı addıyır, keçir növbətiyə. Bax, buna baxaq. Bunları burada bilərəkdən saxlayıram ki, sonra müqayisə eləyək. Məsələn, deyirəm ki, i bərabərdir 0. Sonra deyirəm while i kiçikdirsə ondan, yəni nə demək istədim? Dedim, nə qədər ki, i ondan kiçikdirsə, i nə deyək burada? Plus bərabərdir 1. Yəni i-ni bir vahid artırsın. Sonra dedim ki, əgər i-nin qalıqlı bölməsi 2-yə eynidirsə 0-la, yəni i burada nədir? Cütdürsə, neynəsin onda? Onda continue eləsin. Buradan nə verək? Verək burada. İnt eləyək. İnit çap elə. Əvvəl bunu çalışdırıb. Baxın, 1, 3, 5, 7, 9 deyə çap elədi. Niyə belə çap elədi? Çünki biz dedik ki, əgər i cütdürsə, onda davam elə. Nəyə davam elə uşaqlar? Bu while şərtin yoxlamağa. Yəni, davam elə dedimsə, artıq bu aşağıya bax, bu əmrə düşmür. Davam eləyir. Nəyə davam eləyir? Yenə deyirəm, bax, qalxır, gəlir, təzədən while-ı bir də yoxlayır. O mənada, bax, bu cür, demək, mən misal versəm, və yaxud da bu cür bir test olsa, mən yadda saxlamalıyam ki, mənə çap olacaq cavablar tək ədədlərdir. Bəzən belə çaşdırırlar. Neynirlər? Biz axı qəlib olaraq öyrənirik. Müəllimlər də adətən belə öyrədir. Yəni, heç bir müəllim burada, belə deyək də, günahkar deyil. Əslində düz şey öyrədir. Deyir ki, i-nin qalıqlı bölməsi 2-yə və yaxud ümumiyyətlə verilən o dəyişənin qalıqlı bölməsi 2-yə eynidirsə 0-a, bu gəlib bizə nəyə tapır? Cüt olanları tapır. Şagird də, tələbə də gəlir, bir dənə buranı görür. Deyir ki, burada cüt olanları götürür. Cüt olanları götürürsə, burada da çap eləyir. Vəssalam. Cavab olaraq da nə götürür? Götürür burada 2, 4, 6, 8. Belə bu şəkildə götürür və həmin bəndi seçir. Fikirləşir ki, düzdür də. Nəyə görə? Bax, bura cüt tapırdı. Burada da i-ni çap eləyirdi. Amma bu continue-nu nəzərə almır. Continue o deməkdir ki, əgər bu şərt doğrudursa, başqa cür desək, bu şərt doğrudursa, aşağıya düşmə. Davam elə. Nəyə davam elə? Şərti yoxlamağa. Başa düşülürmü? Bəli, müəllim. Bəli. Anlamadım. Kim ümumiyyətlə başa düşməli.
Mən sadəcə soruşacaqdım ki, break ilə continue sadəcə Haylıdadır, yoxsa başqalarında da olur? For-da var. Yəni dövr olan yerdə continue ilə break verə bilərəm. Yəni məncə indi baxarıq da, əgər təsəvvür edə bilməsəz, burada nə qədər ki deyir, for-da da sayğac var da. Məsəl üçün burada tutaq ki demədim i bərabərdir 0 while i kiçikdirsə onunla. For-da da belə deyəcəydim də, for i in range tutaq ki 0-dan nəyə? 10-a. Belə demiş olacaqdım. Tamam. Belə deyəndə də sadəcə bu sətir olmayacaqdı orada. Yəni 13-cü sətir olmayacaqdı. Çünki də burada mən i-ni bir vahid artırmağa ehtiyacım yoxdur. Sayğac demişəmsə, orada mənim addımım da 1-dirsə, bir onsuz da artacaq da ilənin qiyməti, onları yoxlayacaq. Yəni sadəcə bu sətir olmayacaqdı, 13-cü sətir. Qalan hamısı yerində duracaqdı yenə və gələcəkdi bir dəfə 0-ı götürəcəkdi. Sonra deyək ki, götürəcəkdi. İndi burada sıfırdan başlamır. Niyə sıfırdan başlamır? Çünki while şərtdən sonra ini avtomatik bir vahid artırıb sonra gedir. Yəni mən bunu da nəzərə alıb, ya bir də burada bu olmayacaqdı. Bərabərdir 0. Buna ehtiyacım yoxdur. Bunu nəzərə alıb tam olaraq burada olduğu kimi işləməsini istəyirəmsə, buranı 1-dən 10-a eləsəm, 1-dən 10-a. Vəssalam, eyni işi görəcək. Yenə deyirəm, bir bura olmayacaq, bir də bura. Yəni 11-ci bir də 13-cü sətirlərə mənim artıq ehtiyacım qalmayacaq. Aydındırmı? Bəli. Belə bir şey eləyək. Bəli. Aha. Belə bir şey eləyək. Məsələn, mən deyirəm ki, mənə 1-dən 10-a qədər ədədləri while ilə çap elə. 1-dən 10-a qədər ədədləri while ilə çap elə. Yəni, e, belə deyim, biz daha çox əziyyət çəkəcəyik harda və yaxud da çəkirik harda? Açıqları yazmaqda, düzdürmü? Açıqlara uşaqlar sadədən mürəkkəbə doğru getmək lazımdır. Yəni siz sadədən mürəkkəbə doğru açıqları işləməyə çalışsaz, zamanla o məsələ həll olacaq. İndi birinci tapşırığımız belə oldu. Deyirəm ki, 1-dən 10-a qədər ədədləri while-la çap elə. Bunu mən necə yazaram? Kimsə deyirmi? I bərabər 0, Hayl i kiçik bərabər 10, i bərabərdir i plus 1. Print i. İ şəklində desə, bəli, onda nə edəcək? Birdən onun ədədləri çap edir. Yaxşı. Necə eləyək? Qalan təsir eləməsin. Demək, necə dedim, bir də denəm. I bərabər. bərabər 0, 1. Mən 1-dən 10-a qədər deyirəmsə, niyə 0 verim ki? i bərabərdir 1. Mən ilk i plus 1 verəcək ona görə. Hə, sən belə eləyə bilərsən. Demək, Barış, burada 0 verərsən, gələrsən burada deyərsən ki, nə qədər ki, i kiçikdir, bərabərdir 10-dursa, neynəsin onda? Mən istəyirəm onu da götürüm, ona görə belə yazdım. Hə, Print i plus 10, i plus 1. print, print i plus 1. Bunu çap eləsin. Hə. Bəli, doğrudur. Sən daha qısa tutdun, lap yaxşı. Aha, neynir mənə? Ancaq birlər çap eləyir. Sadəcə 1. Tamam. Baxın, ancaq bir deyə gedir. Dayanmır. i bərabərdir i plus 1 yazmalıydı. Aha. Necə yazmalıydın? Printdən qabaq i bərabərdir i plus 1 yazıb elə çap Aha. edəmədi. Demək, burada i0 dedin, sonra dedin y Printi də Haylın içində qoymalıydı. kiçik bərabərdir 10. Aha. i kiçik bərabər 10. i plus i bərabərdir i plus 1. bərabərdir i 1. bərabərdir i plus 1. Tamam.
Aha. Bəli. E, Sonra burada Printi də deməli hile'ın içində olacaq. Print i. ay sağ ol. Aha, belə verdim. Burada baxsam Bəli. 2, 3, 4, 5 gəldim nəyi də çap elədim? 11 də 11'i. çap elədim. Hə. Çünki onun özünü də götürdü ona görə. Ay sağ ol. Ay sağ ol. Ee, Əgər mən bu şəkildə vermişəmsə, yəni sizə belə bir sual. Mən bu şəkildə vermişəmsə, buna kiçik bərabərdir 10. Bu i bərabərdir i plus 1-i harda yazsam 11-i çap eləməz. Buna dəyişmək istəmirəm. Bura istəyirəm olduğu kimi dursun. Fayl bölümü. Məsələn, bunu e, Yəni, break verə bilərik. break verərəm. Buradan çıxarıb i plus bərabərdir 1 desəm. Verin. Nə başa düşdünüz burada? Yəni, 0 çap eləyəcək orada deyəsən. Sıfır çap eləyəcək, bəli. Mən sadəcə Birdən ona qədər demişdik. dedim ki, bura onda bitsin, ondaya getməsin. Onun üçün dedim bu ifadəni eləyərəm. Bəli, başa düşdüm. Yəni bax, mən bu ifadəni i bərabər i plus 1-i qabaqda yazsam, hesablayıb sonra çap eləyir. Sonra yazsam, çap eləyib sonra hesablayır. Yəni bunu burada nəzərə almaq lazımdır. Əgər də ki istəyirəm ki, bura 1-dən başlasın, bura 1 deyərəm. Yəni bu şəkildə başlayar 1-dən ta 10-a qədər, onda daxil olmayla bu şəkildə mənə çapımı verər. Yaxşı. Mən bir istifadəçidən düzgün şifrə soruşuram. Düzgün şifrə. While-la bunu necə göstərərəm? Hayır. Şifrənin özünü verdik. 2 nöqtə. Altda dəqiqə. Mən print ilə əmr verə bilərik keçməsi üçün. Onsuz da printlə nəsə verməliyəm də, yəni göstərim ki, uğurludur, uğursuzdur və yaxud da düz daxil edib, etməyib. Bunu mən göstərməliyəm. Mən onda i-yə ünlü şifrəni verərik ya da şifrə bərabərdir ünlü şifrəni yazarıq. Aha. Sonra print hə if i bərabərdir şifrə bərabərdir i-yə, onda print hə yazarıq. Else-də də print düzgün deyil yazarıq. Düzgün deyil yazarıq. Yaxşı. Burada belə bir şey yazıram. Baxın. Yazıram bura şifrə bərabərdir. Sən əvvəl dediyini də nə yazım? Bir də nə deyirsən? Mən onları qeyd edeyim. Şifrənin özünü qəbul etdirəcəyik. Şifrə bərabərdir. Bağışlayın. Şifrə bərabərdir. Aha. Şifrənin özünü qəbul etdirəcəyik Yəni də. 1, 2, 3, 4 Əsl yazım şifrəni. bura. Aha. Sonra nə deyim? Sonra hayl yazacağıq. Aha. Hayl hayl i fərqlidir şifrə. İ fərqlidir. Şifrə. Hı-hı. Şifrə. Hı-hı. Print print düzgün deyil. Hı. Düzgün. Bağışlayın. Düzgün değil. Aha. Altdan bir deməlim. Bu dəfə deməlim. I bərabərdir şifrə. Hangi içində verim yoxsa necə? Mənim haylın içində olsun. İ
Eynidirsə, bərabərdir şifrə. bərabər yoxsa eynidir? Şifrə. Eynidir. Eynidir. I eynidir şifrə. Print düzgündür. Print. Yaxşı, burada yazsın. Düzgündür. Yaxşı. Gəl çalışdıraq. Səhv olan yeri buranı göstərir. Tamam. Yəni sən ini ya bir dəyər verməlisən, ya da ini qarşı tərəfə belə bir təqdim eləməlisən ki, sən ini daxil elə. İni qarşı İni boş tərəfə sətr kimi göstərə bilərik. necə göstərərəm? Boş sətr kimi göstərə bilərik. Göstərə bilərəm. Burada deyim ki, i Bərabərdir. Şifrəmiz 4 rəqəmli olduğu üçün 4 dənə boşluq. verim. Burada deyirsən 4 dənə Boşluq, boş sətr olsun. boş sətirdir. Aha, boş sətir. Yaxşı. Görürsən dayanmır. Tamam. Çünki sən ini onsuz da üstə vermirsən. Bu cavab da bundan eyni deyil. Ona görə də düzgün deyil deyə çap eləyə gedir. Amma burada biz desək ki, i bərabərdir. Tutaq ki, mən şifrəni rəqəm olaraq götürmüşəmsə, burada deyirəm int input daxil et deyirəm. Bunu çalışdırsam, şifrəni daxil edirəm. Tutaq ki, buraya yazıram 1, 2, 3, 4. Enter deyirəm. Bir şey çıxmadı. Bir də çalışdırım. Deyirəm 1, 2, 4, 5. Enter deyirəm. Niyə belə oldu? İçinə yazdığımız üçün ola bilər. Aha. İçinə yazdığımız üçün. Baxın, burada uşaqlar. Burada mən while yazmışam. While nə qədər ki deyirəm, yəni bir dövrdür. Nə qədər ki i eyni deyilsə şifrə ilə, onda çap elə düzgün deyil. Elə bilirsiniz nə edir? Mən şifrəni daxil eləmədim. Tutaq ki 1, 2, 3, 4. Onda mənə bu printi də vermədi. Yəni bunu niyə vermədi deyəcəm. Ancaq davam da eləmədi. Yəni dayandı. Burada mən demək səhv şifrə verəndə, yəni i-yə səhv bir rəqəm daxil edəndə, bu şifrə ilə düz olmayanda düzgün deyili durmadan çap edir. Ona görə ki, mən burada while demişəm. Nə qədər ki bu şifrə buna bərabər deyil, yəni düzgün deyil, onda bu düzgün deyili çap elə. Düzgün deyili çap eləyir, qalxır bir də yoxlayır, bir də çap eləyir, qalxır bir də yoxlayır, bir də çap eləyir. Yəni bu şəkildə davam eləyir. Müəllim while şifrənin yanında yazmalıyıq. While-ı harda yazmalıyam? Yazmışıq şifrə bərabərdir 1, 2, 3, 4. Yox, mən də burada bir də while deməyəcəm. Sən buranı mı deyirsən? Bəli. Ha, burada desəm while şifrə. İndi ona baxarıq. Hələlik bunu izah edeyim. Demək, burada da mən demişəm i eynidir şifrə ilə. Bunu uşaqlar fikir verin, şərt kimin verməmişəm. Deməmişəm ki, i şifrə ilə eyni olsa nenə? Olsa, sasə, yəni şərt yoxdur burada. Yəni bir if yoxdur. Tutabilirsiniz nə demək istəyirəm. Bax, bu while
dövrlə yanaşı həm də şərtdir. Yəni bir dövr anlayışı var. Nə qədər ki deyə bir dövr anlayışı var. Həm də nə qədər ki əslində orada bir şərtdir. O mənada bu şərt doğru olmayanda bax buranı mənə durmadan çap eləyir. Və nə qədər ki dövr anlayışı olduğu üçün çap bir dəfə eləyib dayanmır. Durmadan çapa gedir. İndi mən burada desəm ki, tutaq ki, if belə versəm, belə versəm, bunu da çalışdırdım. Bu print artıq burada olmayacaq. Burada olacaq. Aha. Demək, buraya yazdım 1, 2, 3, 4. Buranın necə oldu? Doğru oldu. Şifrə eynidir bundan. Yaxşı. Burada mən while verdim. Print dedim. Bunu da bunun içərisində vermək istəsəm. Burada mən print deyib bunu çap eləyə bilməyəcəm. Yəni 1, 2, 3, 4 doğrudur deyə sadəcə dayanır. Nə dayanır onu deyim sizə. Axı burada nə qədər ki bu buna bərabər deyil deyirəm. Bərabər olduqca dövr davam eləyir. Olmadıqca daha doğrusu dövr davam eləyir. Amma bərabər olanda artıq dövr dayanır axı. Dövr dayandığı üçün də mənə bu hissəni çap eləməyəcək. Yəni bu hissəni baxın tam sildim, bir də çalışdırım. Buraya yazaq 1, 2, 3, 4. Baxın, bu aşağı hissə olmadan belə, sildiyim hissə olmadan belə yenə eyni işi görür. Yəni dövr dayanır. Aydın olmur nə demək istəyirəm. Yəni bu printdən aşağı yazılanın bir əhəmiyyəti yoxdur əslində. Çünki mənim dövrümlə bağlı bir şey deyil. Dövrümlə və buradakı şərtimlə bağlı olmadığı üçün çalışmır. Yəni mənə çapa heç nə vermir. Sadəcə while ödəmədiyi üçün dayanır. Amma mən bunu uşaqlar, baxın, bunu silməyəcəm, dursun. Bəlkə kimsə müqayisə üçün baxar. Aşağıda baxın, belə bir şey yazsaq. Şifrə bərabərdir. Şifrə eyni deyilsə nə ilə? Məsələn, belə deyək, 1, 2, 3, 4 ilə eyni deyilsə, onda neyləsin, baxın, onda mən şifrə daxil eləməliyim. Şifrə bərabərdir, input. Burada şifrəni daxil etdim. Burada mənə print versin. Yəni, çoxlu çap eləməsin deyə printi çıxartdım çölə. Yazsın burada mənə düzgündür. Bir şey yoxlamaq istəyirəm ki, görün mənim burada daxil elədiyim. Yaxşı, buranı belə versəm necə? Bunu da qabağını int deyim.
şifrəni 1 2 3 4 deyə daxil elədim. Yazdı düzgündür. Yəni, təbii ki, bir də bunun tərsi var da. 1 2 3 5 belə daxil elədim. Baxın, heç nə yazmır. Fikir verirsizmi? Heç nə yazmadı orada. Bir də çalışdırın, baxın. Məsəl üçün yazdım belə. Heç nə yazmır. Bir də çalışdıraq. Yazıram 1 2 3 4. Onda yazır düzgündür. Yəni istifadəçinin düzgün şifrəsini yoxlayanlara while-la bu şəkildə göstərə bilərəm. Yəni mən ora bir dənə doğru şifrə qoyaram. Deyərəm bu şifrəni girsə yazsın düzgündür. Bir başqasına heç bir reaksiya verməsin. Bu şəkildə göstərə bilərəm. İndi burada biraz diqqətli olun. Bax, bura fikir verin. Burada bizim yazdığımızda bu print hardadır fikir verin. While-in içindədir. Yəni mən bu ini də gətirib burada aşağıda yaza bilərdim. Bax, bu hissədə. Burada yaza bilərdim. Buranı. Bax, buranı gətirib burada qeyd edə bilərdim. Burada. Bax, bu şəkildə qeyd eləyərdim. Şifrəni burada daxil eləyərdim. Şifrəm də burada var. Bunlar bir-birinə bərabər olmayanda, bərabər deyilsə, yəni daxil edilən, onda neyniyərdi? Heç nə çap eləməzdi. Bu printi də mən çəksəydim bu tərəfə, bax bura. Düzgün daxil eləyəndə burada mənə çap eləyərdi ki, print düzgündür. Əslində burada da təqribən o işi görmüşəm. Bax, şifrəni yazmışam. Sadəcə burada şifrəyə əvvəldən qiymət verib i ilə şifrəni bir-birinə bərabər deyil eləmişəm. Burada isə sadəcə şifrəni bərabər deyil eləmişəm 1 2 3 4-ə birbaşa daxil eləmişəm bunu. Yəni fərqi bir bundan ibarətdir. Bəlkə biraz dolayı oldu izahım. Başa düşmədinizsə bir başqa misalla bir də deyim. Başa düşdüm. Başa düş. Aydın oldu mən. Yaxşı. Məsəl üçün belə bir şey. Deyirəm ki, istifadəçi 0 daxil edənə qədər hansı ədədləri daxil edirsə, bunları topla. Bir də deyirəm, istifadəçi 0 daxil edənə qədər. Lap burada da onu yazaq. Baxın, buranı silim. Deyirəm ki, istifadəçi sıfırı belə fərqlənsin deyə yazıram. Stringer demirəm. İstifadəçi 0 daxil edənə qədər daxil edilmiş ədədləri topla. Top qalsın burada ki, tam görsəniz. Necə yazaram sizcə? Kimin fikri var? i-yə int input boşluq deyə bilərik. Ədəd daxil edən. Boşluq verib ədədi daxil eləyərəm. Aha. Ondan sonra müəllim while i fərqlidir 0, print i plus i bərabərdir i plus c. Yəni Bütün i'ləri toplasınlar. bunu hardasa uşaqlar biraz alqoritmik olaraq fikirləşsə, məsəl üçün mən bura başlanğıc dedim. Başlanğıc. Hə? İndi bax, burada fikir ver, deyir ki, istifadəçi 0 daxil edənə qədər daxil edilmiş ədədləri topla. Düzdürmü? Mən burada bir dənə toplamaya görə bir dəyişən götürməliyəm də, belə deyil. Məsələn, toplamaya görə lap T ilə deyək.
T bərabərdir 1 deyək və yaxud da toplamada 0 deyək. T bərabərdir 0. Burada deyək ki, mən ədədi daxil eləyəcəyim. Bu ədədi ə, daxil etmək üçün bura əvvəl deyək ki, mən ədədi daxil elədim. Baxın, ədədi daxil elədim. Yəni burada mənim bir dənə n ədədim var. Burada mənim şərtim necə olar? n bərabərdirsə sıfıra, Bərabər deyilsə sıfıra deyim. fərqlisə sıfırdan. Aha, hə. Onda nələsin? T bərabərdir. T bərabərdir T plus n. T plus n eləsin. Düzdürmü? Aha. Sonra bu qalxsın gəlsin hara? Başlanğıca. N-ə. Tamam. Oranı düz çəkmədim. Düzdür. Gəlsin n-ə. N-i bir də buradan daxil eləyim. Düzdürmü? Yoxdan n-əsin. Ha. Yoxda da müəllim dayanacaq da. Yoxda da print T olacaq. N-i mən çap eləyəcək və gələcək burada N-dir. sonlanacaq. Bax, belə bir şeydir mənim əslində görmək istədiyim burada. Bax, belə bir şeydir. Burada mənim məsəl üçün də while-ım buradadır. Baxın, while-ım buradadır. While-a qədər mənim daxil elədiklərim var. Yəni, bax, bura var, bura var. Bunları demək üstdən yazmalıyım. Yəni, birinci, ikinci sətirdən bunları yazacağım. Sonra gələcəyim şərtə, while-a. Düzdürmü? İndi buranı bir fikirləşin, görün, necə işləyərik. Yəni, başdan mən nə deyim bura? Biz orada müəllim ədədi daxil edin yaza bilərik. Demək, T bərabər deyil, orada T yazdım. bərabərdir. Aha. Sonra nə deyirəm? Int, input, ədədi daxil edirəm. Burada da n deyək də buna. N bərabərdir. Oranı adladım, bağışlayayım. N bərabərdir. Int input dedim. Bu ədədi mən bura daxil elədim. İndi burada gəldim while-a. While n fərqlidirsə sıfırdan. Onda nəsin? T bərabərdir. T plus n. Düzdür. Belə yazdım burada. Ən axırda da müəllim faylın içində olmayacaq print T yazacaq. Burada da print nə deyək? Print T. Hə? Print T. Aha, indi bunu yazdıq. Bu hələ tamamilə Bəli. düz deyil ha uşaqlar. Onu sizə deyim. Çünki mənə deyir ki, istifadəçi sıfır daxil edənə qədər. İndi baxın görün burada mənə bir dəfə daxil etməli. Harada səhvimiz var? Bu niyə səhv göstərir? Neymiş bura? Tekrar. Şimdi. Yeni değilse sıfırdan demişik. Mən nəyin səhvini verirsən? Yaxşı, bunu buradan çıxım görəm. Nə deyir bu? Ha, indi buranı da səhv verdin. Müəllim T bərabər input 0 yazın da. Ha?
Axı yox, burada mənim teyim sıfıra bərabərdir. Yəni bir dənə dəyişən götürmüşəm, sıfır demişəm. Nə var ki burada? O belə eləyir. Bəlkə eyni sətirdədir ona görə. Nədədir? Eyni sətirdə enə daxil olub. Yeni daxil eləmişəm. İşləməmişəm ki. Desəm neyir? Burada məsafə buraxmışıq ona görə uşaqlar. Burada məsafə buraxmışdıq ona görə. Yaxşı. İndi mən eni eləyəcəyəm burada. Daxil eləyəcəyəm. Tutaq ki, enə dedim 5. Yaxşı, gəldi. Harda səhv verdi? Hə, orada T dəyişdim axı. Tamam, buranı bir də silək T eləyək. T. Aha, eni verdim 5. Aha, eni 5 vermişəm. Heç bir şey olmur. Niyə? Bu 5. Baxın, heç nə eləmir. Niyə? Yaxşı, bu printi burada verim. Bir də yazıram 5. Niyə belə oldu? Durdurmuruq ona görə. Tez-tez yoxlayırıq, görür ki, uyğundur, davam edir. Aha, uyğundur, davam edir. İndi belə Şərt işləsə, olmalıdır. baxın, belə işləsə də bu şəkildə işləsə, onda məni gözləməyəcək ki, mən bura 0 daxil eləyim. Dayan burada, bu gedir elə. Elədir. Sizin dediyiniz kimi mən bu printi burada buraxsam, çalışdırdım. Baxın 5 dedim. Sadəcə 5 yazdı, dayandı. Tutaq ki, bura 1 deyim. Bir də çalışdırım. 5 dedim. Yəni göstərmək istəyirəm ki, toplamır da. Aydınmı? Burada 0 idi. Deyərsiz ki, 0-ın üstünə 5 gəldi, elədi 5 də müəllim. Ona görə də 5 qalıb burada. Yox. Baxın, işləmir bura. Yəni deyirəm ki, nə qədər ki daxil elədiyim ədəd eyni deyilsə 0-la, t bərabərdir t plus n. T-in üzərinə gəl nəyi? N-i. Aha. Burada da print t dedim. Səbəbim kimdir? Bayaq da belə bir şey izah elədik. Səbəb nədir?
Bazıca tutulanmaca. Hə, sonsuz çölə. Kim izah verə bilər? Niyə burada cəmləmə işi getmədi? Mən işləyirsiniz yoxsa yox? Eşidirik müəllim. Müəllim orada T bərabərdir T plus N-in qarşısında nəsə olmalıdır. Məsələn, nə olmalıdır ki? Valla bura fikir verin. Printin içində yazmalıyıq. Bax burada mən bu vali yazandan sonra burada eni bir dəfə çağırdım. Bax istifadəçi 0 daxil edilənə qədər daxil edilmiş ədədləri. Burada bir dənəsini daxil elədim də, başlanğıc olaraq birincini daxil elədim. Və sonrakılar baxın burada bir dənə də desəm n bərabərdir int nə? Input ədədi daxil edərsəm. Yaxşı, çalışdırıram. Baxın 5 dedim. Sonra 6 dedim. Sonra 8 dedim. Sonra da 0 dedim. Topladı mı? Bəli. Şimdi məntiqin tutun görün. Bayaq niyə toplamırdı? Yəni sətir olaraq deməyin ha. Məsələn, müəllim burada eni yazmamışdıq, eni daxil eləməmişdik ona görə. Yəni belə istəmirəm fikrinizi. Çünki orada Hı. tək 5-i daxil etmişdik. 5-i daxil etmişdik. Aha. Beşi daxil etmiş. Yəni nə demək istəyirsən? Bax, yenə deyirəm, baxmaq lazımdır while-a, bax bura. Bura fikir vermək lazım. Burada 0 var. Bayaq yox idi. Bayaq da 0 idi bura. Bura bayaq da 0 idi. Daxil etdiyimiz ədədlərin içində. Daxil etdiklərimizin içində deyil. Deyirəm, daxil etdiyimiz ədədlərin içində yox idi. Aha, yox idi. Yaxşı, baxın, mən Bəli. buradan çıxıram. Buradan çıxıram. Aha. Bu princidə çəkirəm bura. Burada deyirəm 5, bir də deyirəm 0. Niyə vermədi? Siz deyirsiniz ki, daxil etdiklərimizin içində 0 yox idi. Ona görə toplamadım mənim. İndi bax 0-ı da yazdım ora. Bir də çalışdırıb bir də eləyirəm. Baxın 5 dedim. Bir dənə də 5 dedim, 0 dedim. Toplanır, görürsünüz? Məntiqin tutmaq lazım. Uşaqlar, burada sonsuz bir dövr yaranır. Sonsuz dövr yarandığı üçün də çapa getmir.
Bax, sonsuz dövr necə yaranır? Deyirsən ki, nə qədər ki 5 eyni deyilsə sıfırdan, t bərabərdir t plus n. T-nin üstünə 5-i gəl. Gəldi də, amma bunu sənə göstərmədi ki. Sənə göstərəcəyi yer haradır? Baba, printdir. Ona görə də sən ekranda bunu görmürsən. Yəni burada bir sonsuz dövr yaranır, amma sadəcə çapın vermir. Mən bunu bayaq bilə-bilə içəri çəkdim ki, bəlkə oranı görəsiz. Bax, sonsuz dövrü görmək üçün deyirəm. Bax, bura 5 dedim, baxın getdi. Yəni bu hissədə bir sonsuz dövr var. Bax, burada sonsuz dövr var. Sonsuz dövr olduğu üçün də mən bu printi bu tərəfə çəkəndə, bura çəkəndə, bura dövrdən çıxandan sonrakı çapdır. Dövrdən çıxandan sonrakı nəticədir. Bu nəticəni görə bilmirəm, çünki dövr dayanmır axı. Dövr dayanmadığı üçün də mən oranı görənmədim. İndi mən elə eləməliyəm ki, burada dövr sonsuz olmasın. Ona görə mən burada bir dənə də n daxil eləyəcəyəm bura. N bərabərdir. Int input deyəcəyəm ki, buranı hesaplayandan sonra buranı daxil eləsin, sonra gəlsin while-ı bir də yoxlasın. While-ı yoxlayandan sonra buranı hesablasın. Bax, bu hissəni hesablasın. Sonra gəlsin bir də daxil eləsin. Baxın. Bax, proses belə gedir. Bax, burada bu n-i yazanda bura. Mən bu n-i yazmamışa qədər proses belə gedirdi. 5 fərqlidirmi sıfırdan? Fərqlidir. T bərabərdir T plus 5. T-nin üzərinə 5 gəl. Mən bu printi yenə deyirəm, çöldə vermişəm deyə dövr bitməyincə bu printə gəlməyəcək. Ona görə də təzədən yenə yoxlayırdı. 5 fərqlidirmi sıfırdan? Fərqlidir. T bərabərdir T plus n. Və bu dövrü gördünüz. Sonsuz dövrdür. Dayanmadığı üçün də mən nəticə görmürəm. Ancaq bu belə işləyəndə, baxın, mən çalışdırdım. Burada deyirəm 5 əvvəl. N-ə 5-i daxil elədim. Düşdü aşağı, dayandı. Düşüb aşağı dayanmağı nə deməkdir? Nə qədər ki dedim 5 eyni deyilsə 0-la t-nin üzərinə 5 gəl. Gəldi. İndi t-nin üzərinə 5 gələndən sonra bax burada mənim bir dənə də addımım var. Ona görə while-a gedənməz o. Yəni sonsuz dövrə gedə bilmir. Mən bu n-i daxil eləməliyəm. İkinci burada daxil elədiyim artıq n-dir. Daxil elədim. Bir də enter dedim. Bir də enter deyəndə qalxdı while-a. Daxil elədim, n-i yoxladı. Nə qədər ki n-i deyil sıfırdan. Düşdü bura t bərabərdir t plus n. Bunu hesabladı. Bunu hesaplayandan sonra yenə while-a gedə bilməz. Çünki altında bir dənə də sətir var while-ın. Ona görə gözləyəcək ki, mən burada n-i daxil edeyim. 0 daxil edib enter deyən kimin artıq hesabladı. Çünki gəldi elə bil burada 0-ı daxil edəndə düşdü, yoxladı. Nə qədər ki 0 eyni deyil 0 şərti ödəmədi. Sadəcə t bərabərdir t plus n-i hesablayıb bu dövrdən çıxdı. Dövrdən çıxan kimin də gəldi mənə t-ni çap elədi. Kimə qaranlıq qaldı? Tamam, başa düşdüm. Yaxşı. Bax, bunlar uşaqlar, belə baxanda, yəni ilk nəzərdə o qədər də çətin bir şey kimin görsənmir adama. Deyirsən ki, çox sadədir də, istifadəçi 0 daxil edənə qədər daxil edilmiş ədədləri topla deyə bir şey yazacağım. Hə, bu dövrü nəzərə almalısan. While biraz ağır dövrdür. Yəni bu dövrü nəzərə al. Burada sayğac yoxdur deyə. Yəni burada başla, burada dayan deyə bir şey yoxdur. Ona görə də dövrü nəzərə almalısan ki, mən printi harda versəm nə baş verəcək, oranı görə bilim və dövrdən çıxması üçün nə edeyim. Yaxşı. Burada sual yaranmadı. Bax, sual qalmadı, mənə onu deyin. Xeyr, məndə. Mən aydın ol. Mən yazacağım da. Mən istəyirəm sizdən bir dənə sadə bir
layihə kimi bir şey düzədək. Yəni, məsəl üçün, balansında deyək ki, ə, pul var. Bu balansda olan pulu çıxartmaq istəyirsən. Bu sizə çətin. Bu sizə çətin. Uşaqlar, baxın, bunun izahını burada saxlayaq. Bunun izahını burada saxlayaq. Gələn dəfə mən sizə while ilə bağlı, break, continue bunlarla bağlı suallar verərəm. Təzədən bunu müzakirə eləyərik. Ya da belə deyim, istəyirsinizsə yenə while aid burada misallar yazım. Hmm. Çox uzun sizi yormaq da istəmirəm. Amma başa düşmənizi də istəyirəm. Yəni, əgər bura sizi qane eləmədisə, yemək yeməmisiniz axşamı? Yemişik müəllim. Yemişik müəllim. Məsəl üçün deyirəm ki, 1-dən 100-ə qədər tək ədədləri çap edən. Tək ədədləri çap Bunu edən. continue'na yazırlar. Necə verir? Deyim continue'na yaza bilərik. Continue olar, doğrudur. Yaxşı, ora necə yazmışdıq deyin görüm. I bərabər 0. Hayl i kiçik bərabər 100. I kiçikdir bərabərdir 100-dürsə. I plus bərabərdir 1. Sonra haylın içində if i-nin 2-yə qalığı bərabərdirsə, bərabər 0, 2-lə bərabər. Eynidirsə. Eynidirsə, baxın. Continue axırda da print eyni səviyyədə filan. Bir də çap elədim. Mən istəyirəm 101 çap olmasın. 1-dən 100-ə qədər. Orada kiçikdir, bərabərdir, yox, kiçikdir. Kiçikdir 0 desəm. Yoxlayaq. Bəli. 1-dən 100-ə qədər bu şəkildə yoxlamış olacaq. Bəzən belə də olacaq. Yəni, işarələrin harada nə iş gördüyün misallar üzərində təyin edəcək. Yəni, burada biz kiçikdir, bərabərdir dediyimiz üçün 100-ün özünü də götürdü. Düşdü, bura bunu 101 elədi. 101 də bu şərti ödəmir axı davam eləsin. Ona görə düşdü, burada 101-i çap elədi. Barış, kodun düz idi. Əla, yadında qaldı. Bir də burada bir dənə bərabər işarəsini qoymayacaqdıq. Bunu başqa cür necə yazaram? Yəni, yenə while-dan istifadə edeyim, amma başqa formada yazım. Continue olmasın. Continue'suz daha sadə necə yaza bilərəm?
Rangelə yazardıq da müəllim. Yox, yox, mən while-la istəyirəm. While. Müəllim, e, i bərabər 1 yazarıq birinci. Bir. Bundan sonra while i While nə? kiçikdir. I kiçikdir I kiçikdir 100. 100. I plus bərabərdir 2. I plus bərabər. Yəni, i plus 2 bərabərdir. Belə bir şey yazmalıyıq. Yaxşı. Onu indi mi yazım, çap eləyib mi yazım? Bax, i-yə 1 vermisən. Çap edib yazın. Çünki 1-i çap eləməyəcək elə yazsaq. Nice. Print i. Aha. Sonra i I də bərabərdir. bərabərdir i plus 2. I plus 2. Doğrudur. Bax, belə eləsəm, Yəni, yenə eyni ilə bunu mənə çap elədi. Yəni, continuous-da belə yaza bilərəm. Bunlar ikisi də qabaqcıdadır. Müqayisəli şəkildə baxın. Bunu niyə bu şəkildə bayaq dedim? Bax, bu cür ifadələrdən uşaqlar çox istifadə eləyirlər şagirdi çaşdırmaq üçün. Çaşdığı yerlərdə belə yerlər olur. Yenə deyirəm, bax, təkrarçılıqdır bilirəm, amma elə bir yadınızda qalsın deyə deyirəm. Gəlir orada, görür ki, if-də cütü tapır, continue-nu nəzərə almır, deyir ki, bu cütləri çap eləyir. Bəzən belə də o da deyir ki, aşağıdakı kod nə iş görür? A bəndi, B bəndi belə yazır. Nəm verilmiş aralıqda tək ədədlər çap eləyir, verilmiş aralıqda cüt ədədlər çap eləyir və s. və ilaxır yazır belə. Bax, burada diqqətli olmaq lazımdır bir qədər. Yaxşı. Onu da deaktiv eləyək. Belə bir tapşırıq. Deyək ki, mən istifadəçidən ədədlər daxil et deyirəm. İstifadəçiyə deyirəm ki, ədədlər daxil et. Sonra da deyirəm ki, həmin istifadəçi 0 daxil edənə qədər davam et. While ilə verəcəyim. 0 daxil edənə qədər davam et. Ən böyük ədədi çap et. Bayaq fərqli demişdim, cəm demişdim. İndi deyirəm, ən böyük ədədi çap et. Onda bayaq kimi olacaq, amma i böyükdə 0 olacaq. i böyükdür 0 olacaq. müəllim, i input yaza bilərik. Int input. Ədədimizi n-lə götürək də. Gəlin ədədimizi n-lə götürək. Çünki biz i-ni adətən while-da istifadə edirik. Qoy elə də qalsın. Yəni onun qəlbinə dəyməyək. N bərabərdir. Int input dedik. Birinci ədədimizi daxil elədik burada. Input. Bayaqki kimindir? Bax, istifadəçi Hı. 0 daxil edənə qədər ədədləri daxil elə. Bu ədədlərin ən böyüyünü çapa ver. Bax, belə bir şey dedim. Bayaq dedim ədədləri daxil edəcəm nə? İndi deyirəm ki, ən böyüyünü çapa ver. Aha. Nə deyirsiniz? While yazacağıq. N fərqli 0. N fərqlidir. Fərqlidir. Bağışlayın. Fərqlidir 0. Aha, nə qədər ki, N fərqlidir 0. i böyükdür 0, sonra da print n. Sizə belə bir şey deyim. Həmişə şərtə fikir verin. Və açıq suallarda həmişə feillər ilə gedin. Yəni, hərəkətlərə fikir verin. Feillərə baxmaq lazımdır. Deyirəm ki, baxın, istifadəçi 0 daxil edənə qədər ədədlər daxil et və ən böyüyünü tap. Baxın, o ingilis dilində belə bir qayda var. Cümləyə yazdın. Deyir ki, cümləni Azərbaycan dilinə tərcümə eləyəndə,
ə, təstdən tərcümə elə və yaxud da belə deyim, ə, Azərbaycan dilindən də ingilis dilinə tərcümə edəndə təstdən tərcümə et. Bax, indi baxın, buradan mən təstdən getsəm, bu Azərbaycan dilindədir, Pythonumda ingilis dilindədir axı. Təstdən getsəm, mən birinci növbədə nə etməliyəm? Bax, ən böyüyünü tap. Mənim birinci işim var. Birinci işim nədir? Ədəd daxil et. Baxın, bax burada ədəd daxil et. Bax, birinci işim budur, ədəd daxil et. Onu eləmişəm, baxın burada. N bərabərdir int input. Bir də deyir ki, ən böyüyünü tap. Demək, mən burada iki dənə feil gördüm. Daxil et, ən böyüyünü tap. Daxil etdim. İndi demək, ikinci mənim işimdə, baxın, ikinci sətirdə, ikinci feilimə uyğun olaraq, mən bura ən böyüyü də daxil eləməliyəm. Yəni, deyək ki, mən burada maksimumu da daxil eləməliyəm. Max E deyək, belə, maksimum ədəd kimi də. Ya da elə Azərbaycan dilində qoy ən böyük yazım, daha rahat olsun. Ən böyük. İndi mən eni daxil eləmişəm. En mənim birinci ədədimdir. Onda ən böyük olaraq mən eni qəbul edə bilərəmmi? Biz orada ikinci endə yazmalıyıq. Hələ bura baxaq. Mən birinci ən böyüyümü təyin eləməliyəm. Mənim daxil elədiyim birinci ədəd 1-dirsə, mənim də ən böyüyüm yoxdursa, onda 1-i mən ən böyük olaraq götürə bilərəm, götürə bilmərəm. Bu məntiqi mənə deyin, görün. Götürə bilərik. Yəni, ona görə də bunu belə qəbul edim. Ən böyük bərabərdir enə. Şərtim doğrudur. Barış dediyi şərt doğrudur. Bunu belə olduğu kimi saxlayıram. İndi gəlirəm. Aşağıda bir müqayisə eləyəcəyəm. Müqayisəm də nədir? Baxın. Yuxarıda ən böyüyü n olaraq götürmüşəm. Bunu birinci daxil elədiyim ədəd üçün eləmirəm. While axı, yenə deyirəm, baxın, bu while bir dövrdür axı. Bu dövr dönəcək. Bu dövr dönəcəyi üçün mən burada belə bir şey deyirəm. Əgər n böyükdürsə ən böyükdən, onda nə? Ən böyük bərabərdir n. Bax, qarışdırmayasınız. Siz mənə deyərsiniz ki, müəllim, burada n-i daxil elədin də, sonra dedin ən böyük bərabərdir n. Da bir də burada nəyə deyirsən? Bunu ona görə deyirəm ki, uşaqlar, bax, bayaqki məsələdəndir. Bax, while dövrdür. Buranı yoxlayıb, bu işi görüb, təzədən dövrə gələcək. İndi mən bunun qarşısını almaq üçün nə edəcəm? Baxın, bunu yoxlayıb, dövrə, bax, bu şərti yoxlayıb, bu əmri yerinə yetirəndən sonra mən deyəcəyəm ki, burada uşaqlar, bu if-dən çıx, yoxlamısan da artıq. Eni bir də daxil elə. Bax, bayaqki işimdir. Yəni, eni daxil eləməsəm, orada dövrüm nə edəcək mənim? Durmadan dönəcək. Sonra da baxın, int verəcəyəm. Int. Deyəcəm ki, mənə nəyi çap elə? Ən böyüyü çap elə. Yəni, bunun işləyişinə fikir verin. Necə işləyəcək? Bunu çalışdıraq əvvəl. Ədədimi daxil elədim. Baxın, 5. Düşdüm aşağıya. Yenə məndən nəsə istəyir, fikir verin. İstədiyi nədir? Bax, istədiyi bu ikinci endir. Bax, bura. Bu ikinci en. Məsələn, bura daxil edelim 9. Bir də düşdüm. Bu artıq özündə təyin elədi. Baxın, bu 5-i daxil eləyəndə ən böyüyə mənimsətdi 5-i. Ən böyüyü 5-ə bərabər elədi. Sonra düşdü, burada 5-i yoxladı bu while-a görə. Düşdü bura. Dedi ki, 5 böyükdürmü ən böyükdən? Ən böyük elə 5-dir də. Ona görə dəymədi. Düşdü bura. 9-u daxil elədi. 9-u daxil eləyəndən sonra uşaqlar qalxdı, bax, gəldi bu while-a. 9 eyni deyil 0-la. Ona görə düşdü bura.
Bu dəfə 9-u yoxladı ən böyüyünə. Ən böyüyüm neçədir? 5-dir. 9 böyükdürmü ən böyükdən? Böyükdür. Onda düşəcək bura, deyəcək ki, ən böyük artıq 9-dur. 5 qaldı kənarda. Və bu minvalla davam eləyəcək. Hara qədər? Bu while şərtinə qədər. 0 daxil edənə qədər. İndi bax, mən bunu daxil eləmişəm. Məsələn, bura bir dənə də 15 daxil edirəm. Enter dedim. Bir dənə də 23 daxil edirəm. Enter. Biz ora 0 daxil etməliyik. 0 daxil elədim. Baxın, 0 daxil elədim. Enter dedim. Mənə çap elədiyinə baxın. 23. Yəni mən gedişatı uşaqlar düzgün başa düşməliyəm. Baxın, bir məsələdə bax yenə deyirəm. Burada verilir ki mənə, burada bir də yazıram. Baxın. Deyirəm ki, istifadəçi 0 daxil edənə qədər ədəd daxil et, ən böyüyünü tap. Bax, istifadəçi 0 daxil edənə qədər bura mənim while'ımdır. Bax, bura while'dır. While. Aydınmı? Görəcəyim işlər buradadır. Daxil et, ən böyüyü tap. Mən dedim ki, hardan başlayacağım? Görəcəyim işlərdə. Başladım oradan. Eni yazdım. Baxın, buradan da başlanğıc olaraq göstərirəm. Bax, alqoritm olaraq. Gəldim, burada eni daxil elədim. Düşdüm aşağıya. Bir dənə də nə dedim burada? Dedim ki, ən böyük bərabərdir enə. Əvvəl bunu dedim. Bu artıq planlı şəkildə hərəkətdir. Yəni, ən böyük bərabərdir enə deyəndən sonra düşdüm aşağıya burada. Gəldim, dedim ki, nə qədər ki, n eyni deyilsə 0-la, hədirsə, ondan enə gəl, əgər, təzədən bir dənə də şərt. Əgər n böyükdürsə ən böyükdən, hədirsə, onda nədir burada? Ən böyük bərabərdir enə. Sonra nənə? Yoxdursa nənə? Deyilsə, onda burada eni daxil elə. Bax, eni daxil elə. Eni daxil eləyəndən sonra mən qalxacağım təzdən hara? Buradan da yenə mən gəlib qalxacağım while-a, yəni eyni yoldur. Yoxa da getsəm, ən böyük bərabərdir n, yenə gəlib qalxacağım bura. Və buradan gələcəyəm, bunun yoxunda. Gələcəyəm, ən böyüyü verəcəyəm çapa. İndi burada baxın, mən 2 dəfə yoxluyuram. Bağışlayın, səhv çəkdim. Məncə buranı siləcəkmi? Baxın, burada 2 dəfə ən böyük bərabərdir n, ən böyük bərabərdir n. Bax, bu birincidə mən ən böyüyə bir dəyər verməliyəm də. Bu ən böyüyə dəyəri belə qəbul elədim. Birinci daxil elədiyim ədəd. Amma bir də mən sonra bir də ədəd daxil eləyəcəyəm axı. Bir də ədəd daxil eləyəndə əslində burada haranı səhv çəkdim? Baxın, bura mən səhv çəkdim. Bu hissəni. Burada mən əvvəl baxın, əvvəl ədədi daxil eləməliydim, eni, ikinci eni. Sonra deməliydim ki, burada mən ədədi daxil eləməliydim. Hə deyəndən sonra eni daxil eləməliydim. Sonra deməliydim ki, əgər n böyükdürsə ən böyükdən, hədirsə, ən böyük bərabərdir enə. Yox da gedəcəkdi bura.
Buradan hə də gələcəkdi bura. Yenə gələcəkdi, buradan yoxlayacaqdı. Baxın, burada ikinci dəfə ən böyük bərabərdir n deyəndə, mən bu artıq ikinci ən böyük bərabərdir n-im bununla eyni deyil. Bu artıq daxil edilmiş ikinci, sonra üçüncü, sonra dördüncü və sair ədədləri yoxlamaq üçündür. Bu ədədləri hansı ilə yoxlayacaqdım? Birinci ədədlə. Bax, burada mənim gördüyüm iş, bax, burada gördüyüm iş bu işdir. Kimə aydın olmalıdır? Aydın oldu. Aydın oldu. Mən 1-dən 100-ə qədər 3-ə və 5-ə bölünən ədədləri, 3-ə və 5-ə bölünən ədədləri necə tapa bilərəm? Beşə bölünməni yaza bilərik də. Hə, necə yazacağım? i bərabər n bərabər 0, Nə bərabər 0 dedim? İ. İ mi? n, N. Aha, tamam. N bərabər 0. i olsun. N olsun. Sən bildiyin kimindir? Ay, Vay. Aha. n kiçikdir 100, Kiçikdirsə. Kiçikdirsə. i deyəmədim. N-in i bərabərdir i plus 1, n plus 1. əvvəl burada deyirsən ki, deyim ki, N plus n bərabər n plus 1. Dəyişənləri qalacaq. belə dedim də, N bərabər N plus 1. Anladım. Aha. Sonra if yazacağıq. Hı -hı. If n bölünsün, amma iki xətt olan mənim tam hissə. Tamam. Yox, qalıq istəmədim. Faizin qalığını deyirəm. N qalıq 15 15 deyirsən, birbaşa. Tamam. bərabərdirsə 0-a, Eynidirsə 0-la. bərabər 0. Print n. Print N. 15, 30, 45, 60, 75, 90. Razısınız mı belə? Bəli. Başqa da necə yaza biləcəkdim bunu? Ayrı-ayrı da yazmaq olardı. Həm 3-ə, həm də 5-ə. Ortada nə ilə? Ant-la verərdim də, düzdürmü? Bəli. Aha, ortada ant-la verərdim və mənə çapı verərdi. Bəli, düzdür. Bəs continue break-lə bunu necə yazaram? Müəllim, continue-la fərqli 0 yaza bilərik. Fərqli 0, continue, print n. Yenə.
n bərabər 0 müəllim yəni. Hı-hı. Hayl n kiçikdir 100. Kiçikdir 100. Aha. n plus bərabər 1. M plus bərabərdir 1. Aha. If n-in qalığı 15-ə N fərqlidir 0. qalığı 15-ə fərqlidirsə 0. Aha. Continue axırda da print n. Axırda daxilində olacaq. Arka daxilində yaz. Continue tam altında yoxsa ifin altında? Mən üstə ifin daxilində. Ifin daxilində. Yəni continue'nun altında istəsən, beləmi? Bəli. Çox çalışdırdım. Heç nə yox. Bilmədim. Belə yazsam bax gör. Bəlkə ifinin eyni. İfdən eyni Hə, verəcək. bəli. Ki, ondan eləsin, işləsin. Mən indi niyə belə oldu ki? Deyim. Yaxşı. Mən deyirəm ki, ifdə. İfdə deyirəm ki, n-in qalıqlı bölməsi 15-ə eyni deyilsə 0-la davam elə. Davam eləyəndə printə düşərmi? Xeyr, mən düz deyirsiz. Düşməzsə onda onun altındakı printi işlətməyəcək ki. Demək, mən bu ifi çıxmalıyam. Bax, buranı çıxmalıyam. Çıxandan sonra print işləyəcək. Yəni, bu şərt doğru olmayanda print işləyir. Aydındır mı? İndi bunu mən versəydim tək-tək. Desəydim ki, if 3-ün qalıqlı bölməsi bağışlayın, n-in daha doğrusu n-in qalıqlı bölməsi 3-ə eyni deyilsə 0-la. Bir də And dayan, oradan soruşuram. N-in qalıqlı bölməsi 5-ə eyni deyilsə 0-la. Bax, bu ortada olan hissə ki var, bax, bura. Burada. Mən hansı ifadəni yazacağım? and Bəli. Nə yazacağıq ora? and And yazacağım. Yaxşı. Bir dəqiqə. Yaxşı, burada mən and yazsam. Gəlin, bax, yoxlayaq. Buranı mən çıxıram. Buranı. Burada and atıram. Və çalışdırıram. Deyək ki, çox aralıdır. Bəlkə deyərsiniz, ona görədir. Aha. Onu belə elədim. Burada da təbii ki, 2 nöqtəmi bağışlayın. Attım bura. Şərtə görə. 5, 6, 9, 10, 12, 13, 17. Demək ki, burada and deyilmiş. Bunda nə olar burada? Olur. Or olur, bəli. Or olur, uşaqlar. Burada mən or versəm, yəni and deyəndə bunların hər ikisini ödəməlidir. Amma or deyəndə birini ödəməsə mənə bəs eləyir. Görüşdürmü?
Bəli. Mən bunu fo ilə versəm necə verərəm? For in break birdən 100-ə. In range. Hı, Demək, hı. burada dedim for in range. In range Aha. birdən 100-ə. 100'ə mi 101'ə mi? 101-ə. 100 olsa 100'ün özü orada belə deyək də Gözlənir. iştirak etmir. Düzdürmü? Yoxlanılmayacaq yəni belə deyək. 100'ün özü yoxlanılmayacaq. Ona görə də mən nə deməliyəm burada? 101 deməliyəm ki, bura düz gəlsin. Yaxşı. Belə olanda burada şərti necə verim? Yenə bayaqki kimi də. Bəli. İ'nin qalıqlı bölməsinə 15'ə mi? Eynidirsə nə ilə? 0 ilə. Print nə desin? Print i. Hə, iyi. Şey. Yox, fərq yox. Yaxşı. Baxın, çap elədim. Yenə eyni şeyi mənə çap eləyir. Buradadır. İndi burada mən sizə soruşmadan printi burada yazdım. Bəs mən printi bax burada versəm nə baş verər? Sadəcə ən axır nəticəni çap eləyəcək. O səhv oldu. Nəsə. Bəs müəllim if-in altında versək necə? Yaxşı, orada da deyirəm. Vermədim, çürüs. Çıxdım bura. Bu bir çaşdırıcı variant idi. Biz adətən po dövrün içində bunu görmüşdük. Sizə belə bir şey deyim. Baxın. Yenə mənə bu səhvi verir, fikir verin. Aydınmı? Eyni yerdə eyni səhvi verir. Amma bayaq dediyim kimi bu şəkildə versəm mənə çap eləyəcək. İndi niyə? Baxın, mən bu printi gətirəndə bura, baxın bura gətirəndə deyirəm ini çap elə. Düzdürmü? İni çap elə. Hələ bu if-dən qabaq deyim də, baxın bu if-dən qabaq. Aha. Baxın, bunu mən belə versəm, baxın çap elədi. Düzdürmü? Çünki mən deyirəm ini çap elə, inin qiymətləri bunlardır. Və uyğun olaraq gəlir bir-bir inin qiymətlərini çap eləyir. Amma mən bunu bura gətirəndə bir dənə dövr vermişəm burada. Bir dənə dövr vermişəm. Və deyirəm ini çap elə. Burada mənim dediyim bu i. Bu dövrdəki bu i-yə aid deyil. İndi baxın, bir dənə də belə bir şey yoxlayaq. Burada deyirəm ki,
1 bərabərdir 5. Yəni bunu mənə səhv verir, baxın. Bu fonu buradan çıxsam əgər, fonu necə çıxım ki, buradan silməyim. Aha, baxın. Mənə 5-i çap elədi. Çünki i-yə bir dənə qiymət verdim, gəldi buradan bunu çap elədi mənə. Ancaq mən bura bir dənə dövr desəm, desəm çap elə, səhvi verdi və göstərdi ki, mən burada bunu neyini bilmərəm. Çap elə bilmərəm. Çünki bunun çap olunması, Dördün içində deyil ona görə. ISO, bu for bir dövrdür. Bu dövrdən çıxdığı üçün for bunu bloklayır, qoymur getsin çapa. Deyir ki, sən orada i-yə nəyə çap eləyirsən? Əgər məndən bir şey istəmirsənsə, nə çap eləyirsən? Deyir ki, əgər məndən bir şey istəyirsənsə, buyur, hə, gəl bura. Bura gəl, mən sənə çap verim. Əgər məndən bir şey istəmirsənsə, sənin dediyin bu i nədir? Mənim tutaq ki, i-imdir. Onu sənə vermirəm, çünki sən məndən kənardasın. Sizə bugün deyəcəklərim bu qədər. Çalışdıq ki, biraz print while işləyək, break deyək, continue deyək. Gələn dərs while, for, break, continue qarışıq həm misalların həll eləyəcəyik testlərdən, həm də görək əgər vaxtımız qalsa yenə belə əlavə suallar verib onların üzərində işləyəcəyəm ki, baxasınız. Sual var. Eyvallah. Verim. Bir şeylər çatdıra bildim sizə, göstərə bildim. Bəlkə biraz çətin variant getdik deyənmərəm. Bu gələn dərs daha yaxşı bəlli eləyəcək ki, kim nə öyrənə bildi, nə öyrənə bilmədi. İnşallah faydalı oldu. Allahlaşıram sizlə. Gecəniz xeyrə, vaxtınız xoş. Sağ olun, mənim gecəz. Olmalı, güzel. Anladım. Gecəz xeyrə. Sağ olun.